orada gidersin. Yaxşı mı? Çay da verir mi? Geç çay da iç. Ege. Değerli izleyiciler, yağıştan çıktık. Burada biz de Astarada 2 dəqiqənin içində yağış yağır, sonra dayanır. Benim kardeşimin yanına gelmişik. Öyle dedim gelmişken Vidaylı kardeşinin de yanına deyik. Biz sizdə bunun da burada balları var. Bir de o dağın başını görürsünüz, orada da bal var. Biraz o bulutlara kimi də qaldırıb orada da var. Öyle mi? Bəli. Ve kardeş bana gösterdi ki indi səni bura aparacağım. Bu yeni yerimdir. Lerikin dağıdır. Yəqin ki görsən orada. Görürsünüz çiçəklər, nə cür çiçəklər var orada. Arıların yarısı orada abi. İndi o kadar da var məndə burada. İnşallah orada qəşəng çəkilişimiz olacaqdır. Ona görə də qardaşın balından almağa dəyər. İnşallah. Qardaş, Allah əziyyətini itirməzsin. Sağ olun. Allah razı olsun. Sən həqiqətən də əziyyət çəkən qardaşsan. Keyfiyyətinə dəyər verənsən. Yəni malının keyfiyyətinə dəyər verənsən. Ona görə mən hər adamı göstərmərəm ki, bunun balı dost olsaq belə demərəm ki, bunun balı yaxşıdır. Həqiqətən balın yaxşıdır ki, mən səni göstərirəm. Allah razı olsun. Çünki mən izləyicilərimə böyük hörmətim var. Aldada bilmərəm onları. Biz nə qədər qardaş da olsaq, onları aldada bilmərəm. Həqiqətən sənin balın keyfiyyəti var ki, mən səni onlara göstərirəm. Allah qardaş, biz də həmişə istəyirik ki, keyfiyyətli şey verək ki, onlar da bizdən keyfiyyət görüb daha da həvəslənsinlər. O tamamilə doğrudur ki, əgər bir alan bal yaxşı çıxmasa, ikinci dəfə almaz o. 100%. Sən də brendin saxlayırsan, sən arıcı vidaydı yekdir. Oldu qardaş, salamat qal, sağ ol. Görüşərik. Sağ ol, getdik. Dəyərli izləyicilər, deməli, səhər tezdən çay sahəsi axtarırıq, yağışdan gömülmür. Çay sahəsi axtarırıq. Biz onunla birini tapdıq, maşına minin, sanaşsınız. Biz onunla birini tapdıq, yenicə başlamışdıq ki, yağışı görürsünüz də. Beşi boşaltmışdıq, tərzən bir də yığırıq. Bunun özündə bir ləzzəti var. Bunun özündə bir ləzzəti var. Salam değerli dostlar, hoş gördük hər birinizi. Bugün çay sahəsindəyik. Değerli dostlar, çay əslində 2-3 gün kölgədə qalır. Yarpaqlar bürüşəndən sonra zavoda emala verirlər. Emalda müəyyən bir temperaturda qurutulur. Bugün burada o şəraitimiz olmadığından bunu aparıb evdə qurudacağıq. Bugün ancaq burada zavoddan çay almışıq. Ondan qurudacağıq. Çay dəmləyəcəyik inşallah. Çay İzləyicilərimizin xahişi
fikirlə, onların xətrinə, onlar bilsin deyə gəlmişik bu günləri. 400 kilometr artıq yol gəlmişik. Bu çay yığımını, çay necə olursa göstərməyə. Dostlar, bu sahə gördüyünüz kimi yığılıb. Bax, çayın bu hissəsini yığırlar. Bir çoxları elə bilirlər ki, bunun bütün yarpaqları yığılır. Hətta mən də belə bilirdim. Bu günləri mən də öyrəndim ki, bunun bu hissələri yox, bu üstündən çıxan, mamam yığdığı, baxın, Belə, bunlar. yumuşaq hissələri. Hələ bu biraz ötüb. Çox körpə hissələrindən yığılır, əsl çay olur. Maşallah. Doğru koymuş. Değerli dostlar, bax belə bu gözəl sahədə, bu gözəl təbii çayın böyründə mütləq yaxşı da şirniyyat olmalıdır. Bu məcməsini də kömürdə Soçi pavası hazırlayacağıq. Bu çay sahəsində. Çay sahəsi deyirlər. Burada Soçi pahlavası hazırlayırsan. Elə bilirəm, bilmirsən ara. Soçi pahlavasın burada. Gözümə su gəldi artıq ki, bax. Su axır gözümdən. Üstü burada boğdu mən. Nuş olsun. Deyirsən yumurta yoxsa mən yedim. 6 ədəd yumurta vururam. 480 qram xamadır. 8 stəkan un, 600 qram kərə yağı, 1 çay qaşığı da sodadır. Bunu yerine göre alarsam Salım mı? Sen muştan sal. əsas onu qarışdırmalıyıq. Sen bu eti şeyde mi olar salım ha? Şu şeyler. Onun içinde kese var. Keseyle yavaş yavaş. Keseyle sodan qırağa qoyub. Sakkız ile ne abi? Yağış yağar yani. Gelmez daha. Burayı bize tapan Allah. Yol gösterip tapan Allah bize kömek bırakır inşallah. Gitme tesiz yemez. Sen bunu böyle karıştır. Yok yok. Böyle bak. 500 qram qoz ləpəsi maşından keçirdik. 2 stəkan da kakos və bunları yumurtanın ağına qatırıq.
Salam bölük.Ətərs. Buludu gətir. Sonra bak. Gətir kömür qoy. Ha bakın. Bugün Lənkəran limonunla, Lənkəran çayıyla maraqlı bir çay hazırlamaq istəyirəm. Ya bak dostlar. Nasıl siyasi kuruluyor? Düz təpəmizin üstündə gəlmir. Allah möhlət versə inşallah. Çayımızı da içərik. Getir koyalım, getir. Az aşağı koy. Değerli izleyiciler, axır ki bu çay sahəsində də təbii çaydan, təbii limondan qəşəng bir çay. Buradan bizim xarici izləyicilərimizə demək istəyirəm. Azərbaycanda bitən meyvələr, bitkilər, iqlim dünyanın heç bir yerində yoxdur. Azərbaycan çox gözəl, səfalı yerdir. İstirahət eləmək istəyən buyurub gələ bilər. Mən fəxr edirəm ki, yenə də deyirəm, mən fəxrlə deyirəm ki, mən Azərbaycanlıyam. Rəhmətli Heydər Əliyevin sözüydü, Allah ona rəhmət eləsin. Həqiqi də biz fəxr edirik ki, biz Azərbaycanlıyıq.
Mən Super, fəxr eyvah. edirəm. Bu gün də fəxr edirəm. Mən Azərbaycanlıyam. Aferin kızıma. Aferin kızıma. Ha. Yerim hakikaten altı da kaşık pişirdi. Bir tempini tutursan ha böyle. Közde pişirmeyen de altını üstünü. Bu hansı kənddir? Kicəbə. Kinəbə. Benser kendinden keçəndən sonra Kicəbə kendi var orada. Kicəbə kəndi, dostlar, mən Lənkərana çox gəlmişəm bəzi yerlərinə. İlk dəfədir bu kəndə gəldim. Mən bu kəndə vuruldum. O qədər sakit, o qədər gözəl, o qədər mənzərəli. Allah var eləsin. Gel bura. Safet geldi. Gözde istin ha. İyi burada gidersin. Yaxşı mı? Çay da verir mi? Gel çay da iç. Ege. Adın nedir? Paşa. Paşa. Ay Allah sen saklasın, 100 ay. yaşa. Adınla yaşa. Ay seni görüm 100 yaşa. Allah feda olun. Çok sağ olun uşağım. Bir dəqiqə dayanın, bir Gel dəqiqə. gel sana desin gel. Çok sağ olun. Dayan. Buyurun bekliyorum. Sağ olun. Göy görüldü. Bura öz toplum. Bizim torpaqdır. Qaynatamındır. Yok yok qaynatamın yeridir. Ev yok. Sağ ol, Allah razı olsun. Çok sağ olun. Allah kemaliniz olsun. Allah sana ömür versin. Sağ olun. Değerimize eziyet verin. Əziyyətimizə qiymət. Əziyyətimizə qiymət verin. Güneyin əziyyətinə qiymət verin. Mamamın əziyyətinə, Zəhranın əziyyətinə qiymət verin. Kanalımıza abunə olun ki, biz də milyonlara qalxaq. Sağ olsunlar. İzləyicilərimiz də bir dəstək olun. Hər birinizə minnətdarlıq olsun. Çox sağ olun. Yeni videolarda görüşmək ümidiylə. Hələlik. Hələlik. Değerli izleyiciler, mangal götürmüştüm oradan. Dayıdan çok sağ olsun. Ben maşın çərvir. Allah razı olsun dayı. Bakarsan yəqin ki videomuza çok sağ olun. İcazə verdiniz çəkiliş üçün. Yağış da qəzəy yağır hələ. Bakın ora. Görürsünüz bak bu hissə ağappaqdır. Buludu görürsünüz burada. Evde limon bir tane limon getirin sevinlik ki bir tane limon. Maşallah. Bir küreye koymuş Maş- töküler. Ama maşallah bak maşallah. 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 Değerli izləyicilər, hər nə görsədiriksə də sizin üçün görsədirik, sizin üçün maraqlı olsun deyə eləyirik. Bu yaxından inşallah gələcək bura bir yaxşı maraqlı bir çəkilişi olacaqdır burada. Ama qardaş setka gətir ki sizə limon yığıb verəcəm. Qardaş da bundan yoxdur da. Allah bereket versin. Allah razı olsun. Allah belə can Hə, sağlığına qismət eləsin. Baxın, Azərbaycan sərvətdir həqiqətən. Azərbaycanın torpağı qızıldır. Limon lazım olsa sən gələrsə, Limon qardaş göndərməyə sərf eləmədik. Balın yanında göndərərik. eləmi? Yox, indi oftovu alan olsa, eləsə, Ha, o olsa ha. kimsə alıb satmaq istəsə gəlsin Ümumiyyətlə də. bizim rayonda nə lazımdırsa, çay olsun, limon olsun, nə lazım olsa, yəni Ha, heç nə, çaydır. Bax çay da bayaq getdiyimiz yer var da çay. Çay da qarşısa bunun elə gezlən imiş. Lazım olsa çay sifariş eləsin, göndərsin. Təbii birbaşa Astara çayı.